Herkese salamlayıram. Bugün baxacağımız inteqralın həlli bu şəkildə olan bir inteqralın həlli olacaq. İntegral kök altında ln x üstə gəlinsin, kök altında x kvadrat plus 1 bölünsün, x kvadrat plus 1 dx şəklində olan inteqralı həll eləmək üçün əvvəlcə görürük ki, kəsir bütünlükdə kökün altındadır. Biz bu kəsiri surət və məxrəcini ayrı-ayrı kökün altında yazaraq bir kökün altından çıxardarıq. Olar integral surətdə olacaq ln x üstə gəlinsin kök altında x kvadrat plus 1 məxrəcdə isə olacaq kök altında x kvadrat plus 1 dx. Bu da bərabərdir. Bundan sonra bu inteqralı biraz açıq şəkildə yazsaq, olar integral kök altında ln x üstə gəlinsin kök altında x kvadrat plus 1 vurulsun 1 bölünsün kök altında x kvadrat plus 1 dx. Bu da bərabərdir. İntegral birinci kök olduğu kimi saxlayıram. ln x üstə gəlinsin kök altında x kvadrat plus 1 d 1 bölünsün kök altında x kvadrat plus 1 isə diferensial əşyası altına salaram. Nəyin törəməsi bizə 1 bölünsün kök altında x kvadrat plus 1 verir? 22 ln x üstə gəlinsin kökün altında x kvadrat plus 1'in törənməsi. Əvvəlcə düstur yadımıza salaq ki, integral 1 bölünsün kök altında x kvadrat plus 1 dx bərabər idi nəyə? ln x üstə gəlinsin kök altda x kvadrat plus 1 plus s'yə. Bu hazır düsturlu kitablarımızda da qeyd olunub. Deməli, ln x üstə gəlinsin kök altda x kvadrat plus 1'in törəməsi bizə 1 bölünsün kök altda x kvadrat plus 1 verdiyi üçün mən 1 bölünsün kök altda x kvadrat plus 1'i diferensial əşyası altına salanda bu şəkildə olacaq. Bundan sonra əgər kök altında ln x üstə gəlinsin kök altında x kvadrat plus 1'ə 1 t desəm, bu kökə ümumilikdə t desəm, onda bizim inteqralımız bu şəklə düşəcək. T, d, t'nin kvadratı. Bu da bərabərdir. Bilirik ki, t kvadrat diferensial əşyası altından çıxanda törəməsi tapılacaq. Olacaq 2 integral t vur t, t. Bu da bərabərdir 2 integral t'nin kvadratı dt-yə. Nəyin törəməsi bizə 2t kvadrat verirdi? 22 2t kub bölünsün 3'ün törəməsi plus s'yə. Bundan sonra apardığımız bu əvəzləməni cavabda nəzərə alsaq, onda bizim inteqralımızın cavabı olacaq 2 vurulsun t'nin yerinə kök altında ln x üstə gəlinsin kök altında x kvadrat plus 1 yazaram. Olar kök altında ln x üstə gəlinsin kök altında x kvadrat plus 1
üstündə 3 olduğu üçün yazaram qüvvəti 3. Bölünsün, məxrəcdə də 3. Plus C. Deməli, bizə verilmiş bu inteqralın sonda cavabı buna bərabər olacaq.